Salam müəllimlər, bizim bugünkü dərsimiz sürət güc hərəkət qabiliyyətidir. Bu da atletika idman növünə aiddir və tullanmalar, atmalar zamanı icra edilən hərəkət qabiliyyətdir. Sürət güc hərəkət qabiliyyəti minimum vaxtda maksimum qüvvə icra etmək qabiliyyətidir. Yəni belə deyək ki, sürət güc, sürət və qüvvə qabiliyyətini özündə birləşdirir. Minimal vaxtda çox güc göstərmək bacarığıdır. Bu da partlayış qüvvəsi adlanır. Sürət güc hərəkət qabiliyyətinin başqa adı partlayış qüvvəsi kimi də adlanır. Biz demişdik, sürət güc hərəkət qabiliyyəti keyfiyyətə daxil deyil, yəni sürət və qüvvənin birləşməsindən əmələ gəlmişdir. Ona görə də gəldik sürət güc hərəkət qabiliyyətinin elə əlaqəli olduğu, sıx əlaqəli olduğu hərəkət qabiliyyət sürət və qüvvədir. Sürət güc hərəkət qabiliyyətinin funksional sistemlə əlaqəsi deyildikdə dayaq hərəkət aparatı, ürək-damar sistemi və qüvvədir. Və metodlarını dedikdə təkrar seriyalı, dairəvi oyun, yarış, intervaldır. Sonra sürət güc hərəkət qabiliyyətinin əlverişli yaş dövrü 12-15 yaş aralığındadır. Ümumiyyətlə sürət güc oğlanlarda 10-13 yaşda, qızlarda isə 9-11 yaş arasında intensiv inkişaf edir. Sürət güc hərəkət qabiliyyətinin 2 komponenti var. Hansılardır? Sürətli qüvvə və sürət. Sürət güc hərəkət qabiliyyəti 2 istiqamətdə inkişaf etdirilir. Bunlar yuxarı ətraf və aşağı ətrafdır. Yuxarı ətrafa aiddir. Belə deyim, atmalar, aşağı ətrafa aiddirsə tullanmalar. Yuxarı ətrafı icra edilən zaman sürət gücü inkişaf etdirmək üçün müxtəlif çəkili topların atılmasıdır, tenis topunun atılmasıdır, yadro itələmədir, nizam atmadır, çəkic atmadır, disk atmadır. Yəni bu hərəkətlərin icrası zamanı yuxarı ətrafda atmalar inkişaf etdirilir. Aşağı ətraf əzələ qruplarına, əzələlərin inkişafı zamanı sürət gücü tullanmalar deyirik. Burada qaçaraq uzunluğa tullanma, yerindən uzunluğa tullanmadır və 3 təkanla tullanma, şüvüllə tullanma, sədlərlə tullanma, maneələr üzərindən tullanma, yəni müxtəlif hündürlüklü maneələrin üzərindən sıçrayışlar, yəni bunlar hər biri sürət güc hərəkət qabiliyyətində aşağı ətraf əzələlərini inkişaf etdirir. Gimnastika ipi ilə tullanmalar, sıçrayışlar deyilsə, bu sürət güc hərəkət qabiliyyətini inkişaf etdirir. Gimnastika ipi ilə çox saylı sıçrayışlar deyildikcə bu dözümlük hərəkət qabiliyyətini icra etdirilir. Ümumiyyətlə sürət güc hərəkət qabiliyyətinin tək ayaq üzərində sağ və sol 15-20 metr məsafəyə qaçışı deyildikdə biz burada sürət güc götürürük. Ancaq tək ayaq üzərində sağ və sol 15-20 metr məsafəyə vaxtda qaçış deyildikdə isə sürət hərəkət qabiliyyətini götürürük. Ümumiyyətlə belə deyim sizə, sürət güc hərəkət qabiliyyətinin inkişaf amillərini, təzahür amillərini saydıqda biz burada deyirik əzələ reaktivliyi, əzələ qüvvəsi, oynaqların mütəhərrikliyi, sinir sistemi, sinir əzələ aparatının vəziyyətindən gedir. Yəni burada hərəkətin icra texnikasından gedir, əzələnin gərgin vəziyyətindən boşalmış vəziyyətə keçmək bacarığından gedir. Ümumiyyətlə anaerob rejimdə təqəllüsünü təmin edir. Əzələ liflərinin xüsusiyyətidir, əzələdə sürətli liflərin miqdarıdır. Yəni sürətlə əlaqəsi olan başqa fiziki keyfiyyətlərin inkişaf səviyyəsidir. Çünki sürət güc, sürət hərəkət qabiliyyətindən əlaqəsi olduğu üçün sürətlə də əlaqəsi olur. Diaqnostik qiymətləndirməsi, böyük summativ qiymətləndirilməsini biz desələr, ümumi təhsil məktəblərində yerindən uzunluğa tullanmaqdır. Ümumiyyətlə, kiçik summativ qiymətləndirməsi zamanı 5-ci sinifdən 9-cu siniflər arasında qaçaraq uzunluğa və qaçaraq hündürlüyə tullanmaq götürülür və 150 qram tenis topunun atmaqdır. KSG-sini, kiçik summativ qiymətləndirməsini 10-cu, 11-ci siniflər üçün götürsək, qaçaraq uzunluğa tullanmaq, qaçaraq hündürlüyə tullanmaq, oğlanlar 700 qramlıq qumbara atır, qızlar isə 500 qramlıq qumbara atmaq, yəni bu
Kiçik summativ qiymətləndirmə zamanı, yəni bu hərəkətləri şagirdlərdən götürürük. Sürət göstərici qabiliyyəti biz dedik, yenə deyirəm. Yəni kiçik bir mövzudur, çünki sürətlə qüvvənin birləşməsindən əmələ gəlir. Yəni qısa, konkret, yəni olan bir mövzudur. Çox sağ olun, hər birinizə təşəkkür edirəm.